Əbdürrəhim bəy Haqverdiyev. Marallarım. Müqəddimə əvəzinə. Qədim Yunan mühərrirləri hər bir yazdıqları kitabı 9 nəfər Muza deyilən sənaye nəfsi allahlarının birinin, yayınki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq İskəndəri Rumi tamam İran zəmini təsxir edib Yunana mülhəq etdi. İran neçə yüz il daha ondan sonra Yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib, ədəbiyyat şivələrində həmçinin Yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki açırsan, əvvəlcə oxuduğumuz Həmd-i Bihəd və Səna-i Bidətdir. Əvvəli dəftər Bənemi Eyzədi Dana və Nami Xudavəndi Canafərin və habelə hamısı bu qəbildən. Biz də İran nüfuzu təhdində şairlər demişkən, Nəşv-i Nüma tapdığımızdan bu şivədən əl çəkə bilməyib, hekayələrimizi İran səpkisində başlayırıq. Oxucular əhv etsinlər, tərk-i adət bu mövci-i mərəzəst. Xülasə, Həmd-i Bihəd və Səna-i Biyədət bir yaradıcıya məxsusdur ki, dünyada insanı xəlq edib və ona danışmaq üçün dil, görmək üçün göz, eşitmək üçün qulaq, fikir etmək üçün baş, işləmək üçün əl və ayaq əta edibdir. Həmd-i Bihəd və Səna-i Biyədət bir pərverdigarı olsun ki, dünyanı mənim marallarım ilə doldurub. Başları Hacı Tərxan qarpızı, içi nə ilə dolu? Qarpız yeyib sancı tutan şair bu xüsusda gözəl bir fərd demiş. 40 başın şəbahəti var, çünki qarpıza oldur ki, həp içi dolu, fiskü fəsaddır. Mirzə Ələkbər Sabirindir. Qulaqlar hər biri bir qarış yaranıblar eşitməyə. Amma nə? Mərsiyə, qəsidə, mütrüb nəğməsi, Seyid Məhəmməd moizəsi, üdəba təkfiri. Hər biri bir çatdaq boyda gözlər. Necə gözlər? Dünyada heç bir şey görməyən. İki xalvar xörək tutan qarınları, sinə vuran, zəncir vuran, xəncər tutan əlləri, gecələr sübhədək ləhv-ləbə gedən ayaqları, evlərdə gözləri yolda, əlləri qoltuqda qalan arvadları. Şükür olsun Allaha, yer üzündə mənim marallarımın hesabı 300 milyona çatıb. Gedərsən İrana, Hindustana, Türkistana, Ərəbistana, Buxaraya, Əfqanistana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana. Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım. Hər biri bir can marallarım. Hacı marallarım, Kərbəlayı marallarım, Məşədi marallarım, Molla, Rövzəxan, Bəy xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım. Bu marallarımın xüsusunda bir neçə hekayə yazmaq niyyətinə düşüb, qariələrdən qüsuratımın əhvini rica edirəm. Mütrüb dəftəri. Qasım əmi, dur qapını cəftələ, qorxuram adın yazıla dəftərə. Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, güya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhrünü və zəncirini alıblar. O da özü haqqında bu zülmü görüb, acıqla götürüb bir 300 təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini 3 manatdan 5 manatdan satır. O kağızları alanlar, onların üstündə onun bunun adına köhnə tarixlə, veksildən, icarənamədən filandan yazırlar. Mətləbdən uzaq düşdük. Bəli, Qasım əminin kənddə artıq ehtiramı var. Ondan məsləhətsiz kənddə heç bir iş görülməz. Bu dəfə kənd cəmaatı Qasım əmini əhatə etmişdilər. Bildim ki, bir məsələ müzakirə olunur. Yaxına gəldim. Gördüm Qasım əmi bir daş üstündə əyləşib deyir. Cəmaat, biz indiyədək dövlətin heç bir əmrindən boyun qaçırtmamışıq. Qızıl pulu, tüstü pulu, dinməver pulu, hamısını öz vaxtında vermişik. Bir ara buyurublar getmişik. Amma indi bir dəftər gətirib veriblər mollaya. Deyirlər gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına mütrüb dəftəri deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi? Sabah da gələcəklər ki,
Gəlin arvadlarınızın adlarını yazdırın. Canım, Rusun biri niyə mənim arvadımın adını bilsin? Doğrusu biz bu mütrib dəftərini qəbul eləyə bilməyəcəyik. Buna araba ilə dovşan tutan Rus deyirlər. Bugün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb salda aparacaq. Biz dübarə deyirəm, mütrib dəftərini qəbul eləməyəcəyik. Mən qabağa yeriyib dedim. Qasım əmi, bu qayda hər dövlətdə var. Uşaqların adlarını metrik dəftərinə salırlar ki, lazım olan vaxt hər birinin yaşı məlum olsun. Elə bil Qasım əmiyə bir güllə dəydi. Ayağa qalxıb hirslə əlini döşünə çırpıb dedi. Mən özüm mütrib dəftəri. Hər kəsin sinnini bilmək istəyirsiniz, məndən soruşun. Bax, bu uşaq qarğa mələyin nəvəsidir. Gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan səftərin oğludur. Çəyirtkə taxılları tərk eləyən il doğulub. Bu uşaq pişik satan Haşımın nəvəsidir. Novruz bayramı ilə Aşura bir günə düşən il anadan olub. Bu uşaq Balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub. Daha kimi soruşursunuz deyim. Mütrif dəftər nəyə lazımdır? Qasım əmi, sən özün hansı ildə anadan olmusan? Xaşal qurbanı sel aparan ili. Şikayət. Sən bə zəmin dün bə hava mükünənd, yəni ibadət bə xuda mükünənd. Başlarını yerə, quyruqlarını göyə qaldırırlar. Göyə ki, Allaha ibadət edirlər. Ramazan daxil olub, yarmarkalar, bağışlayın, səhv elədim, məscidlər açılıb, maralların məhtalarını hazırlayırdılar. Yəni, moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi. Burada bir haşiyə çıxım. Siz belə güman edirsiniz ki, axundlar etdikləri vəzləri sinələrindən, yayınki başlarından buyururlar. Səhvsiniz. Qoy həqiqəti bilməyənlər bilsinlər ki, bir nəfər atası rəhmətli 5-600 il bundan əqdəm götürüb bir vəz kitabı yazıb. O kitabda tamam 30 ədəd vəz var. İndi axundlar o kitabı qabaqlarına qoyub, hər axşam bir dənə vəz əzbərləyib, sabahdan gəlib cəmaata nəql eləyirlər. Mən bu haşiyəni axundları məzəmmət edənlər üçün çıxıram. Onlar axundlara sərzəniş edir ki, heç bir təzə söz meydana çıxartmırlar. Nə eləsinlər? Tanrı bəndələri. Başda yox, sinədə yox, təzə söz ki yerdən çıxmaz. Axund iftarı yeyib, təsbehi alır əlinə, başlayır hesablamağa. Bəzzaz Palazqulaqoğlu 30 manat, Fərə Cəfər 50 manat, Süpürgə Saqqal Rəhim 10 manat, Dana Bayram 10 manat, Körük Burun oğlu 10 manat, Çürük Mehdi 10 manat, Yetim Dadaş 5 manat, Cıqcıq Fərzalı 5 manat, İçkənə Kərim 5 manat, Zurna Balaxanımın uşaqları 10 manat, Qaban Kazım bəy bir at ya əvəzində 20 manat, Quzğun Səfi bəy bir çuval buğda, Keçəl Mir Heydər bir şaqqa keçi əti. Bu növ müridləri bir-bir sayandan sonra üzünü ortancıl arvadına tutub deyir. Ay balam, nə qədər hesab eləyirəm, 600 manat da düzəlmir. Bilmirəm necə eləyim. Mənim ümidim bu Ramazan ayınadır. Buna xatircəm olub 1000 manata dək borc eləmişəm və nisyə məl almışam. Belə getsə, axırda acımızdan qırılarıq. 3 arvad, 8 uşaq. Bunlar necə dolansınlar? Keçmişdə hər Ramazanda əlimə 1500 manatdan artıq pul gəlirdi. Bazar gəldikcə kasadlaşır. Cəmaat dindən, məzhəbdən çıxıb üləmaya etina eləmir. Allah evlərin yıxsın bu urusca oxuyub cəmaatı yoldan çıxardanların. Məscidə gedirsən bomboş. Amma teatrdır, nə dağılmışdı, ağzına dək dolu. Buna nə deyərlər? Yəqin dünyanın axırı və Dəccalın xürucu yaxınlaşıb. Ay kişi, gör iş nə məqamə çatıbdır ki, Qanqal Sadıqla Kəftar Tağı da uşaqlarını Uşkolaya göndərirlər. Dünən nə qədər nəsihət elədim, olmadı. Hər bir belə şeyləri gördükcə canım od tutub alışır. Biraz müddətdən sonra şəhərdə bir müsəlman tapılmayacaq. Axırda gərək biz də gedib hamballıq eləyək. Sən güman edirsən ki, mən hər gün məscidə namaz qılmağa gedirəm? Vallah yox. Ciyərim od ilə dolu, mənim qulağıma namaz mı girir? Namaz hardadır? Əyilib qalxmaqdan sıvay bir şey yoxdur. Hər rüküyə gedəndə ki, paçamın arasından baxıb müridləri az görürəm, ürəyim qana dönür.
evin yıxılsın qəzet yazan, balaların qırılsın uşqol açan, gorun od ilə dolsun teatr binası qoyan. A kişi, bunu Allah götürər ki, qoyun Nəsirin oğlu da bığların qıxdırıb meydana çıxa, nədir mən teatrçı olmuşam? Nəsir ki, özü bir Allahdan qorxan adamdır. Pərverdigara, birliyin xatirəsi üçün fəryada yetiş, yoxsa dini İslam əldən getməkdədir. Bu halda Axunda xəbər verirlər ki, qiraət öyrənənlər gəlib cəm olublar. Axund çətinlik ilə durub, başını bulaya-bulaya keçir o bir otağa. Dəccalabad. Hərdən bə libası digər, ommar bəramət. Gəh gürzə ilan şüd, gəh mərsiyə xan şüd, gəh afət can şüd, gəh molla filan şüd, gəh qonsulu xan şüd. Qalə Mövlana Fazil-i Nirani, əleyhi şərbətu vəl-kəbab, fi kitabi məcməül müzəxfərat, ədəccalü məhbusun fi təhdi bəhril xəzər, yəni Dəccal, Kaspi dənizinin altında dustaqdır. Şəkkakə lənət. Kaspi dənizinin kənarında Hacı Tərxan ilə Ənzəli arasında bir şəhər var. O şəhərin adı Dəccalabaddır. Dəccalabadda kafir çox azdır. Əhalinin əksəri marallarımdır. Dəccalabad marallarımı iki şeydən tanımaq olar. Bir qulaqlarından, bir də papaqlarından. Qulaqları yastı və bir qarış olar. Papaqlarının da ortasını qabağa geyərlər. Dəccalabad marallarım çox dindardılar. İlin 11 ayını ağlayarlar. Odur ki, Dəccalabaddan Mərsiyəxan əski olmaz. İran dursun kənarda. Hələ Qarabağdan da oraya Mərsiyəxan gəlib çıxır. Bir vaxt Kəryagindən bir nəfər Mərsiyəxan gəlib orada bir ay Mərsiyə oxuyub 1000 manat pul almışdı. Axırda bir gecə Cənab Axundun bir nəfər dul arvada elmi izdivacdan leksiya oxuduğunu görüb, hərçənd bədgüman olub, bir qədər narahat eləmişdilər, amma sonra həqiqəti anlayıb Axundu ehtiramla yola salmışdılar. Belə danışırdılar ki, mərasimi ehtiramat əsnasında Axundun 2 qabırğası sınıb, papağı da yox olub. Nə eybi var? İmam yolunda 2 qabırğa ilə bir papağın nə maliyyəti? Məhərrəm ayında maralların məscid həyətində təkkə saxlarlar. Həyətin 4 tərəfi hücrələrdir. Bu hücrələrin hamısında Mərsiyə oxunur. Hücrələrin qabaqlarına da yerə taxta çalınıb və taxtanın içində 100-ədək 2 su ilə dolu teşlər düzülüb. Hər maral teşlərin üzündə öpməyi özünə fərz hesab edir. Qadınlar isə teşdə öpəndən sonra suyun içinə pul da salırlar. Cəmaat çəkiləndən sonra şeyxlər gəlib pulları yığırlar. Hər gün 15-20 manat cəm olur. Bir məhərrəmdə nədənsə neçə gün bir-birinin dalınca şeyxlər teşlərdə pul tapırlar. Axırda məlum olur ki, ağacı qurd içindən yeyir. Bir gün məscidin yanından ötərkən gördüm, böyük izdiham və qışqırtı var. Yumruq dolu kimi göydən yağır. Əvvəl güman elədim ki, Mərsiyənin təsirindən cəmaat başına yumruq çırpır. Amma yaxına gəlib gördüm ki, yumruqların hamısı bir maralın başına dəyir. Belə məlum oldu ki, şeyxlərdən birisi başına çadıra salıb, gəlib arvadların cərgəsinə qoşulub. Onlar ilə bahəm teşləri ziyarət edir və salınan pulları da götürüb cibinə qoyurmuş. Sair şeyxlər duyuq düşüb, haman maralı lazımınca istatdılar. İndi Dəccalabad şeyxləri hamısı qadın azadlığı tərəfdarı olublar. Deyirlər, əgər arvadlar üz açıq gəzsələr, şeyxlər arvad libası geyib pullarımızı oğurlaya bilməzlər. Dəccalabad belə şəhərdir. Odur ki, Dəccal bu şəhərin qarşısında dənizin təkində dustaqdır. İndi xurucu yaxınlaşdığından onu göz dustaq ediblər və özünə də izin veriblər ki, Kaspi dənizinin kənarında olan şəhərləri bir-bə-bir gəzib, özü üçün minməyə bir uzun qulaq tapsın. O da şəhərləri dolanır və hər şəhərdə bir sifətə düşüb, özü üçün mini axtarır. Məsələn, Ənzəlidə Seyid Qurqur sifətində, Lənkəranda Molla Mirzacan ya Hacı Molla Abbasqulu sifətində. Bakıda onu deməyə qorxuram. Hər mollanın 5 qoçusu var. Adamın başına bir oyun açarlar ki, pişiyə Əbülqasım deyər.
Qubada Hacı Molla Baba, Petrovskidə Molla Qəvam, Dərbənddə Səməndər, Hacı Tərxanda Molla Əbdürrəhim sifətində. Ulağın çoxluğundan Dəccalın gözü böyüyüb, bilmir hansının qulağından yapışsın. Günlərin bir günündə Dəccalabad maralları məclis qayırıb qət edirlər ki, bir üsul-i cədid məktəb açsınlar. Dəccal bu məclisdə sədarət edir. Özünü cəmaata tutub deyir: Cəmaat, bu məktəb bir gözəl şeydir. Bəşərti ki, onun müəllimi də maral ola. Yoxsa gedib bidin başı şapqallardan, yəni ki, İstanbul sünnilərindən gətirəcəksinizsə, yaxşısı budur ki, bu məktəb məsələsini büküb palazın altına qoyaq. Marallar sədrin nitqini ürəkdən alqışlayıb qət edirlər ki, yazıb Tehrandan Şeyx Feyzullah zavodundan 2 nəfər müəllim təklif etsinlər. Sonra başlayırlar ki, məktəbin adını nə qoyaq. Biri deyir Məktəbi Şəmatət, biri Ləamət, biri Nədamət, biri İftizah, biri İzmehlal. Sədr təklif edir Mədrəsə-i Töhmət. Bu ad hamıya xoş gəlib, məclis tərəfindən qəbul olunur və haman məclisdə müəllimlər xüsusunda Tehrana kağız yazılır. 2 aydan sonra Tehrandan 2 nəfər müəllim varid olur. İranlılar bir qəribə tayfadılar. Hər yerdə olsalar hökmən gərək avtafaları ilə konsulları yanında olsun. Məktəb müəllimləri İran təbəələri olduqlarından Dəccal konsul sifətində gəlib məktəbə malik olur. May ayında konsul xəbər tutur ki, məktəbdə imtihani ümumi düzəltmək istəyirlər. O saat məktəbə təşrif gətirib əmr edir ki, imtihani ümuminin proqramını ona təqdim etsinlər. Müdür başlayır bir-bir oxumağa. Əvvəlinci vətən, zavallının əşarından. Konsul ilan çalmış tək sıçrayır. Amandır, nə fikirdəsən? Xan, necə? Rəhmətli oğlu, Rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gətirirsən, bəlkə sabah gəlib məktəbi bağladılar. Eybi yoxdur, bu dursun. İkincisi, ayıl ey milləti İran, oyan bu xab-ı qəflətdən. Ay xanə xərab dayan. Nə oldu xan? Xanə xərab, Rus Təbrizdə əyləşib, sən milləti İran sözü danışırsan. Bundan sonra əlbəttə gərək millət sözü ortalığa çıxmasın. Xub, bu da dursun. Üçüncü, bir günü tülkü girdi bir bağa. Baxdı orada sola həm sağa. Gördü o bağda üzüm saralıb, konsulun bığları əcəb qaralıb. Bax, budur ha. Belə əşaratdan oxud, xalq ləzzət aparsın. Və bir də çalış insaniyyət, mürüvvət, həmiyyət, ittihad, namus, qeyrət, mədəniyyət və ha belə sözlər ortalığa gəlməsinlər. Baş üstə xan. İmtihani ümumi başa gəlmədi. Yaşılbaş sona. Kür qırağının əcəb seyrangahı var. Yaşılbaş sonası heyf ki yoxdur. Vaqif. Bu 2 misra məşhur şairimiz mərhum Vaqifin əşarındandır. Xan zamanında Vaqif neçə vaxt Kür qırağında qalıb. Təngişməyi və vətənə qayıtmaq arzusu bu şeirdə yazıb. Vaqifin təngişməyinə bir səbəb yaşılbaş sonaların yoxluğu olub. Nə Kür tək gözəl çayın mənzərəsi, nə ətrafındakı gözəl meşələr, çəmənlər heç biri onun ürəyini şad etməyib. Ancaq yaşılbaş sona axtarıb. Bilmirəm, keçən vaxt yaşılbaş sona niyə belə əlim yandı ilə axtarılırmış. Vaxta ki, bu əyyamda cəmaat bilməyir yaşılbaş sonanın əlindən başını götürüb hara qaçsın. Yaşılbaş sonanın biri Şamaxıdan gəlib əyləşib Aşqabadda. Yazıq Aşqabad əhali bilmir ki, hara qaçsın. Görürsən çıxır minbərə, başlayır. Başlarını uzadanlara lənət, üzlərini qırxdıranlara lənət, qəzet yazana lənət, qəzet oxuyana lənət, bunlara lənət, onlara lənət. Qırmızı saqqal, haça birçək müridlər ağız-ağıza verib Hind toyuğu tək bağırışırlar. Lənət. Bu dəfə sonanın gözü bir üzü qırxığa sataşır. O saat rəngi üzündən qaçıb quyruğu kəsilmiş ilana dönüb qışqırır. Nə baxırsan üzümə? Bilmirsənmi mən kiməm? Mən Peyğəmbərin qılıncıyam.
Belə anlayıram ki, əgər Vaqif orada olsaydı, ona cavab verərdi və deyərdi: Yalan deyirsən, sən Peyğəmbərin qılıncı ola bilməzsən. Bəlkə Şimir Zilcovşənin xəncərisən. Şimir İmam Hüseynin başını bir dəfə kəsdi. Amma sən İmam Hüseyin yolunda can verdiyi haqqı gündə bir batil edib, onun başını hər gün kəsirsən. Məsləkdən biraz çıxmağa idarə bağışlasın. Ürək yazır, qələm yazmır. İkinci yaşılbaş sona neçə il bundan əqdəm Tiflisdə peyda olub, az qalmışdı Sünni şiəni bir-birinə qırdırsın. Gəncə yaşılbaş sonası həmçinin. Qarabağ yaşılbaş sonası babasının qəbrini Cıdır düzündə ocaq qayırıb, özü də cadügərlik ilə Qarabağ xanımlarında istitadət qoymayıb. Təbrizdə xuliqanlıq edib, boğazından asılandan nə deyim? Bakıda hürriyyəti insan tərəfdarını təkfir edəndən nə deyim? Məşəddə adamları kötəkləyib, güc ilə pul alandan nə deyim? Təbriz yolunda müsafirlərin üstünə qarışqa tək dökülüb, soyanlardan nə yazım? Yaxşı ki, Vaqif bu əyyamda yoxdur. Əsla yaşılbaş sona arzu etməzdi. Amma bir şey xəyalıma gəlir. Vaqif nə qədər arif olsaydı, yenə adı Molla idi. Mollalara yaşılbaş sonaların dirisindən də olmasa ölüsündən mənfəət deyir. Məsələn, 10-12 il bundan qabaq bir nəfər yaşılbaş sona Kərbaladan Qarabağa gəlib, Yekəqarın Mollanın evində sakin olub, bir qədər qalandan sonra vəfat edib. Aparıb Mirzə Həsən qəbristanında dəfn ediblər. Bir nəfər çayçı kişi, ləqəbi Yıxılqo, sübh gəlib, and içib cəmaata xəbər verib ki, gecə yaşılbaş sonanın qəbrində çıraq yandığını öz gözü ilə görüb. Cəmaat bunu eşidən tək ağsaqqal, qırmızı saqqal, uzun saqqal, gödək saqqal və cəmi şəhərin övrətləri hamısı tökülürlər qəbrin üstünə ziyarətə. Yekəqarın molla görür ki, bu qəbir yaxşı mədaxil yoludur. Məlum edir ki, çünki yaşılbaş sona mənim evimdə ölübdür. Onun qəbrinin təəllüqü mənədir. İndi o qəbri haman Yıxılqo deyilən şəxsə icarəyə verib. İldə nə qədər pul alır. Yıxılqo da çayçılığı buraxıb gedib həmin qəbirdə mücavirlik edir. Yaşılbaş sonanın qəbri o gündən böyük bir ziyarətgah olub və başdaşında bu sözlər yazılıb. Gülşadə bad, bələzzət, həmişə indərgah, bəhəqqi dini məişət, həmid, mədəli şah. Qirayət. Zər ki nədər rahi nataşa bövət, bari giranist kəşidən bəcib. Nataşanın yolunda qoyulmayan qızıl cibdə gəzdirilən ağır yükdür. Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməyini qabağına qoyub üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməyə məşğul idi. Qarpız kəsməkdə Məşədinin yədi beyzası var idi. Bilirəm, bu sözləri oxuyan sual edəcək. Məgər qarpız kəsməkdə bir səliqə istər? Əlbəttə istər. Böyük səliqə istər. İnanmayan Məşədi Qulamın dükanına buyurub tamaşa etsin. Sizi inandırıram ki, əgər Məşədi qarpız kəsdiyi kimi diqqətlə ticarət etsəydi, indi onun pulu 50.000 deyildi, 150.000 idi. Əgər bu diqqəti namaza versəydi, yəqin cənnət vağzalında 70.000 huri indidən onun gəlməyinə müntəzir olardı. Bəli, Məşədi papağını və çuxasını mismardan asıb, başında araqçın, qolları çirməkli, bir əlində bıçaq, bir əlində qarpız, kəmali ədəblə əyləşib qarpızı əlində dolandırdı. Qarpızın saplağı tərəfini dairə kəsib, sonra 4 bölüb yer atdı. Qabıq parçalarının ikisi qara tərəfinə düşəndə Məşədi sevindiyindən qarpızı və bıçağı yerə qoyub, 2 şəhadət barmağına bir-birinə ilişdirib, oxay, yəqin barışacaq deyib bərk şaqqıldatdı. Mən çox istərdim ki, mənim yazdıqlarımı oxuyanlar mənim özümə də biraz bələd olsunlar. Ona görə özümü oxucularıma nişan vermək istəyirəm. Cəmi oxucularıma məlum olsun ki, mən indiyə də heç bir kəsin sirrini açmamışam. Hər kəs mənə xəlbət bir söz desə, yəqin eləsin ki, o söz mənimlə qəbrə gedəcək. İnanın və etiqad edin ki, əgər İskəndəri Zülqərneynin başını qırxan dəllək mən olaydım və onun buynuzlarını görəydim, gedib quyuya da deməzdim və oradan da qamış bitib xalqa xəbər verməzdim.
Mən heç kəsə deməmişəm və qiyamətədək demərəm ki, Məşədi Qulamın arvadından başqa bir Nataşa adlı aşnası da var və Nataşa 3 gün bundan qabaq Məşədi ilə dava edib. Onu evindən qovub. Səbəb də bu olub ki, Nataşa Məşəddən brilyant üzük xahiş edib, Məşəd də ona yaqut üzük gətirib. Xəyal etməyin ki, Məşədi bunu xəsislikdən edib. Xeyr, Məşədi Nataşanın yolunda canından da keçər. Məhz yaqutu brilyantdan gözəl hesab edib alıb. Ancaq Nataşa yaqutdan əlavə bir brilyant üzük də almaq istəyib. Məşədiyə, "Ləyin xəsis, sən məni istəmirsən," deyib qovub. Bu sirri əgər mən bir adama açıb desəm, dilim lal olsun və qiyamətdə Məşədi Qulamın yanına Hacı Molla Baba sifətində gəlim. Xülasə, Məşədi Qulam yenə qarpızı əlinə alıb 2 tərəfdən kəsib yerə vurdu. Qarpız 2 parça oldu. Bunu da deməliyəm ki, əgər qarpızın parçalarını tərəziyə qoyub çəkəydin, bir-birindən nə bir miskal ağır, nə də bir miskal yüngül gələrdi. Bu da səliqənin nəticəsi idi. Məşədi başını aşağı salıb qarpızın parçalarını bir-bir içəri ötürməkdə idi. Bir də başını qalxızıb gördü, Nataşanın nökəri balaca rus uşağı əlində kağız qapıda durub. Məşədinin gözləri məşəldar pişiyin gözləri kimi şəfəq verdi. Soruşdu: "Nə var bala, xeyir ola?" Nataşa kağız göndərib. Uşaq kağızı Məşədiyə verdi. Məşədi kağızı alıb açanda ətir qoxusu dükanı başına götürdü. Sonra uşağı içəri çağırıb kağızı ona verdi və dedi: "Yavaşcadan oxu, qulaq asım." Uşaq başladı oxumağa. "Mənim əziz Maşaduşqam, o gün mən səni incitmişəm. Hərçənd təqsir sənin özündədir. Amma yenə peşman olub səninlə barışmaq istəyirəm. Bu gecə səni gözləyəcəm. Əlbəttə gələrsən və əgər tapşırdığım üzüyü də gətirsən, sənin 40 başından 3 dəfə öpüş alacağam." Ətrafdan baxan olmasaydı, Məşədi qalxıb dükanın ortasında bir uzun dərə oynardı. Uşağın ovcuna bir dənə kök 10 şahılıq basıb dedi: "Getdi gilən, xaraşo." Uşaq cəld dükandan çıxıb getdi. Məşədi təzdən nahara şüur etdi. Amma sevindiyindən qarpızın parçaları boğazında qaldı. Axırda barmağını da qarpızla bir yerdə elə dişlədi ki, qanı axdı. Naharı qutarıb keçdi dükanın dalına. Lüləyindən su töküb əlini yudu və silə-silə qayıtdı. Şuxasını, papağını mismardan alıb geydi, çölə çıxdı və dükanın qapısını örtüb, üz qoydu birbaş Cavahir Firuş Manqasarın dükanına və gedərkən ahəstə zümzümə edib oxuyurdu. Pərişan türrey tərrar, gahi rast, gahi rəc, tökülmüş qamətə oynar, gahi rast, gahi gəc. Yolda Məşədinin yadına düşdü ki, sübh 3 girvənki ət alıb və sifariş edibdi ki, əti abgüşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətin saxlayıb axşam döşəmə plov bişirsinlər. Məşədi öz-özünə dedi: "Çox gözəl olardı ki, bir dənə də toyuq alıb göndərim, çığırtma eləsinlər. Axşam plovla aparım Nataşanın qulluğunda ağız ləzzəti ilə yeyim." Və yenə deyirdi: "Allah kəssin müsəlmanın evini, eşiyini, dirliyini, səliqəsini. Gözəl xörəklər ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan durub qaçar. Qaşıqlar sınıq, 2 ildən yuyulmamış əl dəsmalı. Tfu, gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl bıçağın şəfəqindən göz qamaşır. Güya indicə fabrikdən çıxıb. Ağ libaslı, ağ döşlüklü qulluqçu. Gözəl səliqə ilə xörəyi ortalığa çıxardır. Nataşa özü paltarının ən lətifini geyib, gəlib əyləşir stolun başında. Əl patiski ağı, sifət ay parçası, tüklərinin qoxusundan adam bihuş olur. Digəl arvad ölmüş, hər nə yarar paltarı var, geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üst başından bozbaş iyi gəlir. Xülasə, hər kəsin rus aşnası yoxdur, canının rahatlığı yoxdur. Məşədi xəyal dəryasına qərq, gedə-gedə bir də gördü ki, Baron Manqasarın dükanının qabağındadır. Qapını açıb daxil oldu. Allah saxlasın. Allah saxlasın. Nə var ay Məşədi, xeyir ola? Xeyir olmamış nə var? Lənət şərə. Bir dənə yaxşı brilyant üzük lazımdır. Tapılar, çox yaxşıları var. Məşədi, bu üzükləri almaqda deyəsən bir xeyir iş var.
Nə eləyim? Bizim oğlanı istəyirik bir nişan kimi taxaq. Allah mübarək eləsin. Allah mübarək eləsin. Oğlun yaxşı oğlandı. Manqasar qutudan neçə dənə üzük çıxardıb qoydu Məşədinin qabağına. Məşədi bir dənəsini götürüb soruşdu. Bunun qiyməti neçədir? 800 manat. Çox danışdıqdan sonra 750 manata üzüyü alıb Manqasara əl verib salamat ol deyib dükandan çıxdı. Oradan gedib bir toyuq alıb hammal ilə göndərdi evə və sifariş elədi ki, çığırtma qayırsınlar. Hammalı yola salıb qayıtdı dükanına. Məşədi dükanında hərçi çalışdısa qərarı gəlmədi. Gah əyləşirdi, gah qalxıb dükanda o baş bu baş var gəl edirdi. Tez-tez saata baxırdı. Saat zəhrimarın da əqrəblərini güya tutub saxlayan var idi. Axşam olmurdu ki, olmurdu. İstədi dükan qoyunçusu ilə politika söhbəti bina qoysun. O da baş tutmadı. Axır dükanı bağlayıb getdi hamama. Hamamda kisi çəkdirib, qüsul eləyib, namaz qılıb, saqqalına həna yaxdırıb yatdı. Birazdan sonra oyanıb, hənanı yudurdu, rəng yaxdırıb yenə yatdı. Axşam azanına 1 saat qalmış, Məşədi Qulam təravətlənmiş, hamamdan çıxıb yavaş-yavaş evə gəldi. Arvad kişini mütəfəkkir görüb soruşdu. Ay kişi, nə olub belə fikirdəsən? Nə olacaq? Başıma daş düşüb. Əməyim, zəhmətlərim, ibadətim hamısı zayə olub getdi. Kişi evi dağılmış fikir eləməyib nə eləsin? Bugün Molla Sadıq gəlmişdi dükana. Deyir, Məşədi, qiraətini bilirsənmi? Dedim, xeyir bilmirəm. Dedi, bəs bu yaşa çatıbsan, hələ qiraətini də bilmirsən, ay bədbax. Vay sənin halına, sən də behişt arzusundasan. Əgər qulaqlarının dibin görsən, behişti də görərsən. Xanə xarab, nə fikir edirsən? Canına yazığın gəlsin, cəhənnəmin odundan qorx. Deyir, qiraətsiz 100 il namaz qılsan, bir qara qəpiyə dəyməz. Sənə ancaq boş yerə əyilib qalxmaq qalacaq. İndi Ramazan yaxınlaşır. Axşamlar gəl bizim evdə qiraət öyrən. Bəlkə bu Ramazanı qayda ilə tövbə edib namaz qılasan, günahın bağışlana. İndi əlacım yoxdur arvad. Gərək bu axşamdan başlayıb neçə gün gedim Axundun evinə qiraət öyrənməyə. Bir qab yaxşı plov çək, çığırtmanı da qoy yanına. Faytonda aparım Axundun qulluğuna. Orada bahim yeyib qiraətə məşğul olaq. Arvad plovu çəkib bir padnosa qoyub və saçaqlı bir örtüyə büküb verdi Məşədiyə. Məşədi isə plovu faytona qoyub, birbaş çapdı Nataşanın mənzilinə. Ürəyi atıla-atıla qapının zəngin bastı. Qulluqçu cəld qapını açdı. Barina doma? Doma. Nataşa Məşədinin səsini eşidib yuyurdu qapıya. Əlindən tutub çəkdi birbaş yatacaq otağına. Plovu da qulluqçu apardı mətbəxə. Nataşanın Məşədiyə ilk sualı bu oldu. Gətirdin? Gətirdim. Ver bura. Məşədi üzüyü cibindən çıxardıb təqdim elədi. Nataşa üzüyü görüb şadlığından atılıb düşüb, Məşədini 3 dəfə başından, neçə dəfə saqqalından öpüb, 3 dənə öpüş də özü ona verdi. Şamdan sonra Məşədi əyləşmişdi divanın üstündə. Nataşa da uzanıb başını onun dizinin üstünə qoyub ona qiraət öyrədirdi. Deyinən lüblu. Məşədi deyirdi loblu. Lüblu, loblu, lüblu, loblu. Hər nə qədər Nataşa səy edirdisə, Məşədiyə lüblu, yəni sevirəm sözün öyrədə bilmirdi. Sübh Məşədinin arvadı yatmışdı. Ayaq səsi eşidib gözlərini açdı, gördü Məşədidir. Ayağı-ayağına dolaşaraq bir para sözlər danışır, bir ucadan deyir. Vələzza, vələzza. Arvad qorxub güman etdi ki, kişinin başına hava gəlib. Soruşdu. Ay kişi, nə danışırsan? Dinmə arvad. Vələzza, vələzza. Ay kişi, sən Allah, bircə də görüm nə söyləyirsən? Arvad, qoymazsan qiraətimi öyrənim. Bu gecə sübhədək çalışmışam. Əlhəmdül surəsini tamam öyrənmişəm. İndi nə qədər eləyirəm, vələzzalin çıxmır. Vələzza, vələzza. Ay kişi, bircə gəl yat, yuxunu alandan sonra öyrənərsən. Arvad Məşədini güclə soyundurub yıxdı yerə. Məşədi yerə girən kimi getdi yuxuya. Kişi yatandan sonra arvadın yadına düşdü ki, günortaya bişəsi xörəyi soruşmadı. Yavaşca gəldi ərinin yanına. Məşədi, Məşədi. Günortaya nə bişəcək? Loblu, loblu.
Nə deyirsən? Loblu, loblu. Günorta zamanı məşədə yuxudan ayıldı, soruşdu. Arvad, nə bişirmisən? Cavab verdi. Lobyalı qovurma. Özündən soruşdum, dedin lobyalı. Mən də lobyalı bişirdim. Hə, qoçağım arvad, yaxşı eləyibsən. Məşədi lobya qovurmasını yeyib, dəstəməz alıb, cümə günü olduğuna görə getdi məscidə cəmaat namazına. Şəbi. Ey dad şimrəlindən, fəryad şimrəlindən, köpək götürdü qaçdı, bir cad şimrəlindən. Məhərrəm ayının 20-si və ya 22-si idi. Xəyalımdan çıxıb. Oxucuların da əhvalına təfavüt eləməz. Nahardan sonra çıxıb özümü yelə verirdim. Xəstəxananın yanından bir şəxs çıxdı. Üzü sarıqlı, qoltuqlarında 2 çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi. Yaxınlaşanda Ağayev Füzuli Zakirini tanıdım ki, qabaq mənimlə aşina idi və neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, bayatı qacarları ilə ləzzət ruhani veribdi. Ağa, olmasın Azar, bu nə halətdir sizdə görürəm. Cavab verib dedim. Ayaq üstündə dura bilmirəm, keyfiyyətim uzundur. Məni öz mənzilinə apar, orada söhbət edərik. Ağanı faytona mindirib gətirdim evə. Dedim samovar hazır eləsinlər. Özümüz keçdik otağa. Ağa buyurdu ki, samovar yaxşı idi, amma mümkün olsaydı biraz başqa boğaz isladan verəydim, bəd olmazdı. Ərz etdim ki, bir tədarükəm, inşallah gələn dəfə düzələr. Ağa papiros çıxardıb, yandırıb, 2 yanıqlı qullaf vurandan sonra bir ah çəkib dedi. Evim yıxıldı. Bu il mədaxildən düşdüm. Yaxşı qazancım olacaq idi, Allah vermədi. Yəqin məsləhət beləymiş. Dedim, bunlar hamısı ötüşər. İnsana can sağlığı lazımdır. Yaxın əyləş, söhbətini başla. Ağa özünü yaxına verib bir öskürdü, sonra başladı hekayəti. Ərz olsun sizin xidməti şərifinizə. Bu il bizim Ərdəbil şuluq olmağına binaən vaxtında özümü bura yetirə bilmədim. Özünüzə məlumdur ki, mən də həmişə Məhərrəm ayına 1 ay qalmış Qafqaz məmləkətinə gəlirəm və vaxtında oxumalı məscidləri müəyyən edirəm. Ona görə də Allah mömin qardaşlara bərəkət versin. İldə 5-10 şahı qul beçələrimə çörək pul aparıram. Bu il Məhərrəm ayına ancaq 10 gün qalmış Badkübəyə varid oldum. Təkiyyələri bir-bir gəzib gördüm, hər yerdə Mərsiyəxan tutulub. Getdim Gəncəyə, olmadı. İstədim İrəvana, Naxçıvan tərəfə gedim, məsləhət görmədilər. Dedilər, gedərsən Molla Mahmud Çakərlə Şahtaxtılı oğlu, o qədər vurarlar ki, bir belədə şişərsən. Çox fikir eləyəndən sonra dedim, yenə də Cəlabad yaxşıdır. Oranın əhli həm mömindirlər, həm Mərsiyəxana ehtiram edirlər. Gəldim, çıxdım Dəccalabada. Məscidlərə getdim, Mərsiyəxan hazır, təkiyyələrə getdim həmçinin. Axtarıb bizim Molla Nəbiqulunu tapdım ki, çoxdan Dəccalabadda müqimdir. Ərdəbildə arvadı ilə dalaşıb, 4 uşağı ilə qoyub gəlib. Dəccalabadda 2 arvad alıb. Biri İranlı, o biri həmin yerli. Yaxşı oğlandı, Allah öz pənahında saxlasın. Dəccalabadda əmələ-i noftadan hesab olunur. Çox danışdıqdan sonra Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəccalabadın meydanında şəbih çıxardaq. Baxdım, gördüm ki, bu da bəd deyil. 13 gün şəbih çıxartsaq, azından 6-700 manat ələ gətirmək olar. Mən də razı oldum. Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Başladıq şəbihi və Fatih Səykinə, Tiflani Müslim, Ricayət-i Üsara və sair münasibətlərdən gətirirdik. Yığılan cəmiyyəti görsəydiniz, təəccüb edərdiniz ki, pul göydən yağış kimi yağırdı. Bu minvalla Məhərrəmin 9-unu başa verdik. 10-cu günü şəbihi şəhərin ətrafında bir böyük kəndin yaxınlığında çıxartmağa başladıq ki, kənd əhalisi də feyziyəb olsun. O qədər cəmaat yığışmışdı ki, iynə atsaydın yerə düşməzdi. Molla Nəbiquluya dedim ki, bu dəfə sən Cəbrayıl şəbihi olacaqsan. Bir uca ağacın baş budağına bir yeşiyi kəndirlə möhkəm bağlayıb, Molla Nəbiquluna eləşdirdim yeşiyin içində və tapşırdım ki, imam şəbihini şəhadətə yetirəndə ağacın başından uca səslə Qütiləl Hüseyin deyib qışqırarsan. Özüm də bir sarı qoyun dərisindən tikilmiş kürkü tərsinə geyib,
Bir damın içində gizlənmişdim ki, imamı şəhadətə yetirəndən sonra gəlim meydana. Şəbih başlandı. Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Nəinki cəmaat, yerlər, göylər, ağaclar, hamısı deyə bilərəm səs-səsə verib nəvaya gəlmişdilər. Damın içindən baxıram, gözlərimdən yaş sel kimi axır. Şühəda bir-bir gəlib şahid oldular. Axır növbət yetişdi İmam Hüseyin şəbihinə. Bu şəbih əlində qılınc meydana girəndə cəmaata bir vəlvələ düşdü ki, dil nəql etməkdən acizdir. İmam şəbihi şəhadətə yetəndə qulağımı verdim Nəbiquluya tərəf. Dedim, indi Qutiləl Hüseyin səsi oradan gələndə cəmaatın yarısı bihuş olub özündən gedəcək. Bir də eşitdim, bir şey top kimi partladı. Cəmaat bir-birinə qarışdı. Qorxub başımı damdan biraz eşiyə çıxartdım ki, görüm nə əhvalatdır. Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub. Düşüb Qasım otağının üstünə. Otaq əzilib, Molla Nəbiqulu vay öldüm deyib zarıyır. Cəmaat Molla Nəbiqulunu bir evə apardılar. Bir də eşitdim, bir ağsaqqal kişi qışqırır. Atına lənət, ay imam təziyyəsinə şuluqluq salın. Cəmaat sakit oldu. Hər kəs çəkildi öz yerinə. Növbət mənə yetişdi ki, damdan çıxıb 4 əl ayağımın üstündə meydana gəlim. Damla meydanın arası 1,50 qədəm olardı. Damdan əynimdə tərs kürk, heyvan sifətində çıxan kimi kəndin bir sürü itləri tökülüb üstümə başladılar məni dartışdırmağa. Axır neçə nəfər əl ağaclı gəlib məni itlərin ağzından qurtardılar. Və haraya gəlincə, itlər məni bu gördüyünüz halətə saldılar. O vaxtdan xəstəxanada yatıram. Aldığım pulların çoxusu xərc olub. İndi Allah bilir nə vaxt sağalıb vətənə qaydacam. Ağa sözün qutardı. Qulaq asıb dedim. Türk məsəlidir. Dost yolunda çovğun olar, qar olar. Nə eybi var? İmam yoludur, imam özü fəryadına yetər. Ağa Allaha pənah deyib çay içməyə başladı. Pir. Qurban olum pir sana, nə yatıbsan, dursana. Mirzə Cavad bərk yorulmuş, hıqqana-hıqqana qapıdan evinə daxil olub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qoydu. Bir dəsmala da bağlı 3-4 kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu coraba atıb, qalxdı ərinin başı altına bir mütəkkə qoydu. Mirzə başını mütəkkənin üstünə qoyub uzanmaqda olsun, biz də onun kim olduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn Tiflisdə, Bakıda, İrəvanda, Gəncədə onları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda, ya məhz küçələrdə görərsiniz. Bir xırda palas salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə 2-3 kitab, bir qələmdan, neçə varaq kağız əyləşib müştəriyə müntəzirdilər. Bu mirzələrin müştəriləri əksərən İran hambalları olar ki, gəlib vətənə kağız yazdırarlar. Şəhər əhalisindən də bunların yanlarına gəlib kağız yazdırırlar, istixarə etdirirlər, fala baxdırırlar, dua və cadu yazdırırlar. İrəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Söz yoxdur ki, ticarətin mədaxilinin qədəri bağlıdır müştərinin az-çoxluğuna. Həmçinin bu mirzənin də mədaxili gündə 1 əbbasi ilə 1 manatın arasında dolanırdı. Mirzə Cavad da bu mirzələrdən idi. Mirzə Cavadın bir oğlu var idi. 23-25 yaşında, adı Əhməd. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi. Hər gün sübh gedib gecə yarısı gəlirdi. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlardı. Elə görərdin deyir, Rejatuza Sredina, Ugol Desyatova. Rəhmətli oğlu, sən ki oyuncu deyilsən, odunçusan. Utanmırsan, mən tək hərifin qabağına çıxırsan. Bu növ hədiyanatdan sübhədək danışıb, sübh durub çay içməmiş gedərdi. Əhmədin doğrudan da özünə hərif deməkdə haqqı var idi. Doğrudan da bilyard oynamaqda məharət yetirmişdi və şəhərdə də oyuncular arasında şöhrət qazanmışdı. Əhməd çox puludardı, amma hamısını xərc edib evə bir qəpik gətirməzdi. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi.
Arvad bir stəkan çay töküb Mirzənin qabağına qoymuşdu. Birdən Əhməd daxil oldu. Gözlərinin altı göyərmiş, burnu qanamış, çuxasının bir qolu yox, paltar başdan ayağa təbaşirə bulaşıq, xülasə xubunca döyülməyin hər bir nişanəsi zahirdə. Anası oğlunu bu sifətdə görüb soruşdu. Abala, bu nə kökdü düşübsən? Mirzə Cavad arvadın səsinə geri dönüb oğlunun halətini görüb başladı söylənməyə. Aməlum. Ay xəsərrə dünya vəl-axirə. Bu nə sifətdir? Məgər başına peşə qəhətdir? Məgər Allah buyuran peşələrin birinin dalınca gedə bilməzsən? Heç utanmırsan ki, səni 3də 1, 5də 1 bu günə salıb mənim üstümə göndərirlər? Bir boyuna bax. Məndən utanmırsan, taytuşundan həya elə. Xülasə, Mirzə Cavad o ki deməli idi, oğluna deyib ürəyin boşaltdı. Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağına söylədi. Əlbəttə, adam ki kasıb oldu, onu döyərlər də, söyərlər də. Adına divanə də deyərlər. Mənim pulum olsa, bir 5 qoçu da mən saxlaram. İnsafdır ki, Hacı Rəsulun oğlu kimi it məni döydürsün. Təqsir onda, amma döyüləm mən. Sən Allah, bir qulaq as. Şarı naznaçit eləyib o qola, şar gedib Sredinaya düşür. Şarı götürüb deyir. Elə mən Sredinaya naznaçit eləmişdim. And içdim, şahid göstərdim, markyordan xəbər aldım. Heç birisinə qulaq asmayıb dedi. Elə belədir ki, belədir. Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Elə onu dediyimi gördüm. Birdən üstümə bomba kimi partladı. Ədə, Perişkeviçin oğlu, sən mənə yaman deyirsən? Cinim vurdu başıma, yaxasına əl atan kimi üstümə 2 qoçu düşdü. Onlar 3, mən tək. Məni bu kökə saldılar. İndi mən bir dövlətli kişinin oğlu olsaydım, Hacı Rəsul oğlunun ağzı nə idi mənim yavığıma gələ biləydi? Əgər qoçular olmayaydı, ona elə qapaz ilişdirərdim ki, gözləri axund fanarı kimi yanardı. Atası xəbər aldı. Ay oğul, Paraştoviç dedin, nə dedin, o nə sözdür? Nə bilim nə sözdür. Yaxşı söz olsa öz atasına deyər. Soruşdum, dedilər ki, bu təzə rus sözüdür. Mənim bu kökə düşməyimin səbəbi bax, mənim bu ocaq qırağında uzanıb yatan atamdır. Mirzə Cavad yerdən bir halətdə sıçradı ki, ev onun başına uçsaydı, belə cəld sıçramazdı. Üzünü oğluna tutub dedi. Ay gedə, azındıq oğlu zındıq. Gündə bir dəfə səni it kimi döyəcəklər, təqsir məndə olacaq? Hə, gündə bir dəfə məni it kimi döyəcəklər, təqsir səndə olacaq. 80 yaşın var, hanı sənin dövlətin? Taytuşların hərəsi bir kişi olub meydana çıxıblar. Sən elə 100 ildir ki, gözünü bir qələmdan ilə bir kitaba tikmisən. Heç ölürsənmi? Sənin üstündə Nağının oğlu Musa gəldi, milyoner oldu. Arabaçı Şəmsinin evinə buxara əmri qonaq gəlir. Hacı Zeynalabdin gündə 2 şahiyə çiynində palçıq daşıyırdı. İndi çiyninə palçıq tabaq əvəzinə yaranal paqonu taxır. Axır bunların hamısı sənin yoldaşlarındır. Sən niyə özünə bir gün ağlamayıbsan? Hanı sənin də buruqların, zavodların, 5 mərtəbə evlərin? Kişi dedi. Ay balam, məni basıb yeməyəcəksən ki. Onları Allah verib, mənə verməyib. Davan var, ged Allahla elə. Dövlət ki, yerin deşiyindən çıxmaz. Bu söz Əhmədi daha da hirsləndirdi. Bəs bu dediyim adamların dövlətləri göydənmi yağıb? Hamısının dövləti yerin deşiyindən çıxmayıb, hardan çıxıb? Şuurun olaydı, vaxtında xalq tutan yerlərdən bir 5 desiyatin sən tutaydın. İndi də bir kişi olaydın. Mirzə Cavad cavab verib dedi. Ay oğul, nə olar bu qoca atan elədiyi nəsiyyətdən biraz dözün eləyəsən. Yer deşiyindən pul çıxartmaq asan isə getsən də çıxart. Pul qazanmaq şuur, fərasət istər isə səndə də olsun. Bu söz Əhmədi tutdu. Əhməd bir dərin fikrə gedib, birdən göyə yuxudan ayıldı. Yaxşı ata, indi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə. Bu sözü deyib evdən çıxdı. Mirzə Cavadın kənddə atasından qalma bir xırda bağı və içində də bir somyası var idi. İstilər düşəndə arvadın götürüb gedib orada payzədək qalardı. Amma oğlu şəhərdən əl çəkməyib gecə-gündüz vaxtını bilyardxanalarda keçirdərdi. Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən 1-2 ay keçəndən sonra
Mirzə Cavad köçdü kəndə. Bu dəfə Əhməd də atası ilə getdi. Atası soruşdu. Abala, səndən çıxmayan iş. Nə oldu ki, sən də bağa gedirsən? Gedirəm yer deşiyindən pul çıxartmağa. Atası gülüb bir söz demədi. Xülasə yığışdılar bağa. Bir gün Mirzə Cavad gördü ki, oğlu ətəyinin altında bir külünk gətirib evin bucağına atdı. Soruşdu. Bala, bunu neynirsən? Dedi. Bəs, gərək yer qazam ki, oradan pul çıxsın. Bu külünk ilə bağda quyu qazıb içindən pul çıxardacam. Mirzə soruşdu. Bala, sənin başın xarab olmayıb ki? Eləyəndə duyarsan. Gecə cəmaat yatandan sonra Əhməd külüngü götürüb getdi bağa. Gün çıxana yaxın Mirzə Cavad dəstəmaz üçün həyətə çıxıb gördü oğlu qapının qabağında 5 arşın dərinliyində bir quyu qazıb. Yaxına gedib gördü, içərdə işləyir. Dedi. Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır? Niyə özünü incidirsən? Cavab verdi. Kişi, danışma. Az qalıb pul çıxsın. Gecədən nə keçib? Az qalıb gün çıxa. Bəs onda bu gecəlik kifayətdir. Qalanı da qalsın sabaha. Mirzə Cavad yəqin elədi ki, oğlunun başına hava gəlib. Halı xarab olub öz-özünə deyildi. Pərverdigarə, varım yoxum bircə oğlum var, o da divanə. Məsləhət sənindir, ya Rəbb. Bu minval ilə neçə gecə bir-birinin dalınca Əhməd cəmaat yatandan sonra gedib bağda süpədə işləyib, gün çıxanda gəlib yatardı. Neçə vaxt keçdi. Gün orta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə. Neçə gün idi getmişdi. Əhməd yeriyib atasının qolundan tutub gətirdi qazdığı quyunun yanına. Ata, görürsənmi? Görürəm oğlum. Bu nədir? Nə olacaq quyu? İndi bura gəl. Bu əncir ağacının dibindəki deşiyi də görürsənmi? Görürəm oğlum, nə olsun? Nə olsun? Ay fəqir kişi. O quyudan buraya dək lağım vurmuşam. Yenə başa düşmürsən? Yox oğul. Oxuduğum mənə qənim olsun, əgər bir şey anlayıramsa. Nə olsun? Qapının ağzında bir quyu qazıb, yerin altı ilə bir lağım vurub, gəlib çıxmısan əncir ağacının dibinə. Burada bir deşik açıb aparıb o lağıma bitişdiribsən. Nə olsun? Elə haman pul deşiyi budur. Get anamı bura çağır, o başa düşər. Mirzə Cavad başını bulaya-bulaya arvadın gətirdi. Əhməd anasının qolundan çəkib deşiyi göstərdi. Ana, görürsən? Niyə görmürəm bala? Anası da oğlu qazan yollara bir-bir bələd oldu. Əhməd dedi. Ana, bu gecə mən quyudan girib lağım ilə əncir ağacının dibinə gəlib bir şam yandırıb deşikdən dışarı çıxardacam. Sən get, qonşu arvadlardan bir-ikisinə qorxa-qorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraq yanır. Ondan sonra gəl, otur evində, işin yoxdur. Mirzə Cavad sevinmiş dedi. Afərin oğlum, yer deşiyindən pul çıxdı. Qoçaq oğlum, zirək oğlum. Əhmədin anası gedib keyfiyyəti bir neçə qonşuya dedi. Bu qonşudan o qonşuya, Gülpəridən Xampəriyə, Xampəridən Şahpəriyə. Gecə vaxtı Mirzə Cavadın həyəti arvadlarla doldu. Hər kəs baxıb həqiqətdə əncir ağacının dibində şamın yandığını görürdü. Amma heç kəs qorxudan yavuğa gedə bilmirdi. Fatmanisə xala çox ürəkli idi. Dedi, mən gedib baxaram. Şama yaxınlaşan kimi şam söndü. Dala qayıdıb cəmaatın içinə gələndən sonra gördü, şam yenə yanır. Daha əncir ağacının pir olmağına cəmaatda şək qalmadı. Pirin tərifi cəmi ətraf kəndlərə, hətta şəhərə də düşdü. Zəvvarların ağzı açıldı. Qoyun qurbanı gətirən kimi, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim. Xülasə, Mirzə Cavadın qapısı oldu xan qapısı. Hər gün azından 20 manat mədaxil olurdu. Bəzi günlər mədaxil 50-60 manata çıxardı. Əhməd dedi, ata, indi gördün yer deşiyindən necə pul çıxar? İndi sən əyləş burada, nə qədər keyfində istirahət elə. Gələn mədaxildən ayda 50 manat sənin məvacibin. Qalan pulların hamısı mənə çatacaq. İndi görüm Hacı Rəsul oğlu kimi adamlar qabağımda necə duracaqlar.
O gündən Şeyx Cavad piri şöhrət tapdı. Bir gün küçə ilə gedirdim. Bizə tərəf gələn bir faytonda bir damaqlı oğlan, yanında başına minarə boyda şlyapa qoymuş, sarı saçlı qız yanımdan yel kimi ötdü. Yoldaşımdan onun kim olduğunu soruşdum. Cavab verdi. Buna Mirzə Cavadoğlu Əhməd deyərlər. Yanındakı da matuşkasıdır. Tənqid. Sübh saat 10 idi. İftira qəzetəsinin müdiri öz kabinəsində İqbalın nömrəsini qabağına qoyub oxuyurdu. Şimdi düşün, məlul bir beyti həzin bir kəlmənin üzərində bu vaxt səkinanə ilə bitsin, sonra mütəntəm bir qafiyeyi digər bir beytin həşəməti mənasına bir qərarı möhtəşəm versin. Bütün şeir bir yandan vəznin əmvac musiqiyəsinə təslimi nəfs edərək dalğılanırkən, qafiyələr ötəyə bəriyə, manidar zümzümələr, ruhpərvər nəğmələr səpsin. Sonra o şeirdən bütün xabidə təşbihləri, bütün o köhnə cinasları çıxar. Müdirin bu sözlərdən başı ağrıyıb qəzetəni atdı kənara. Biraz gərnəşdi, əsnədi, qələmi götürdü, istədi birbaş məqalə yazsın. Hər nə qədər başına zor vurdu, bir şey çıxmadı. Bu halda kabinənin qapısı açılıb, mühərrir Mirzə Mahmud daxil olub, bir varaq yazılı kağız mizin üstünə qoydu. Dünən oynanılan operettanın tənqididir. Tənqid bu idi. Keçən cümə axşamı ayın 12-sində Sahil Cəmiyyətinin opera artistləri tərəfindən Cibgir Xərgüşov tərəfindən təzə yazılmış Göbəyin Ağdələmə adlı operetta mövqeyi tamaşaya qoyulmuşdu. Operettaya qulaq verdikcə fikir dəryasına qərq olurduq və deyirdik. Xudaya, insan gərək nə qədər insafdan, həyadan, vicdandan uzaq olsun ki, bədbaxt cəmaatın əvamlığından istifadə edib, toyuq kimi gündə bir operetta yumurtlayıb, səhnəyə çıxarıb, xalqın başını qırxıb, qulağını kəsə. Operettanın məzmunu dərc olsa, ondan nəinki qayrilər, hətta qələm və kağız da bəlkə qızarar. Ona görə onu yazmaqdan vaz keçib cəmaatımızdan rica edirik ki, əgər öz əhli və əyallarının ismətlərini gözləmək istəyirlərsə, bir də bu növ müzəxrəfata əyalların göndərməsinlər. Birinci pərdədən sonra cəmaatın operettaya nifrəti aşkar oldu. Başladılar teatrodan bir-bir çıxıb artistlərə föhş verərək evlərinə getməyə. Üçüncü pərdə başladıqda teatrın yarısı boşalmışdı. Operettanın özündən bədtər artistlərin oynamağı idi. Baş rolu ifa edən Qudurğanov cənabları səhnədə etdiyi oyunbazlığı ilə özünün artistlikdən bilmər və bixəbər bir bambılı olduğunu sübut elədi. Bu növ artistlərin yeri laqolar, şəbədəbazlar məclisidir. Nəinki müqəddəs olan teatro səhnəsi. Çox təəccübdür ki, Sahil Cəmiyyəti bu növ şəxslərə birinci artist adı qoyub ortalığa çıxardır. Arvad rolunu ifa edən Suraxanski cənablarına bilmək lazımdır ki, adını artist, xüsusən opera artisti qoyan şəxs səhnədə oynamağı bacarmasa da, rolunu kökündən bilməsə də, gərək heç olmasa az-çox oxumaq bacarsın. Bu cənab görünür, elmi, musiqi nə olduğunu indiyədə eşitməyib. Əgər biz Suraxanskini tanımasaydıq, güman edərdik ki, o ya hamam dəllə idi, ya darğa şagirdi. Oxumağı da quyu dibindəki kan-kan səsinə oxşayırdı. Qalan artistlər həmçinin rol bilməyib, gözlərini suflyorun budkasına tikmişdilər. O ki, xor, bənziyirdi Cəmiyyət-i Xeyriyyənin iclası ümumisinə. İki adam bir söz deməyib, hər kəs kef istədiyini oxuyurdu. Üçüncü pərdənin axırını gözləyib teatrodan çıxdıq. Tamam yolu bizim ilə çıxan adamların dilindən fövşdən sivayı bir şey eşitmədik. Umutvarıq ki, bundan sonra hər bir şarlatan adını musiqi nəvis qoyub, cəmaatın alın təri ilə qazandığı pulların əllərindən alıb Cibiştani Şərifə salmaya və Xərgüşov kimi cənablar gedib aşnabazlıqdan, dəlləklikdən, halvaçılıqdan bir peşəyə məşğul olub cəmaatın yaxısını əldən qoyalar. Mirzə Mahmud idarədən çıxıb gedərkən yolda Xərgüşova rast gəldi. Salam əleyküm. Əleykəssalam. Mirzə, hara belə sürətlə gedirsən? Gedirəm evə nahara.
Sən öləsən, yaxşı əlimə keçibsən. Buradan bir yerdə gedəcəyik düz restorana. Qabaqca neçə dənə vodka verəcəm. Dalınca ləzzətli bir nahar, hər ləvazimatı ilə. Dünənki teatro barəsində hələ ki bir şey yazmayıbsan? Bəli, xeyr, hələ bir şey yazmamışam, axşam yazacağam. Çox gözəl, damağın durular. Daha şirin yazarsan. Düş qabağıma gedək. Mirzə Mahmud Xərgüşovla getdi restorana. Orada Xərgüşov ona necə ki lazımdır qonaq edib, araqdan, şərabdan layiqincə doyurub, 1-3 manat da əlavə ovucuna basıb çıxanda dedi. Mən ölüm, yaxşı-yaxşı yaz, gərək bacardıqca tərif edəsən. Mirzə Mahmud söz verdi ki, operettanı tərif eləsin. Evinə yaxınlaşanda gördü, baş artist Qudurğanov mənzilinin qapısında durub. Mirzə Mahmudu görən kimi yeridi qabağa və dedi. Mən elə səni görmək istəyirdim. Operetta xüsusunda qəzetə bir şey veribsən ya yox? Mirzə Mahmud biraz duruxdu. Sabah şənbədir, qəzetə çıxmayacaq. Tələsməyə ehtiyac yoxdur. Qudurğanov Mirzə Mahmudun qolundan yapışıb dedi. Mirzə Mahmud, məni hər kəs tanımasa, sən yaxşı tanıyırsan. Mənə Qudurğanov deyərlər. Mən sənin gözünün qabağında rejissor Çulğuduzova elə bir sillə tutuzdurdum ki, yarım saat ürəyi özünə gəlmədi. Məni yaxşı tanı. And olsun Allaha, əgər mənim haqqımda artıq əskik yazmış olasan, səni Çulğuduzovdan pis halətə salaram. Əgər istəyirsən, başın salamat olsun, mənə dolaşma. Mirzə Mahmud vədə verdi ki, Qudurğanovu da bacardığı yerədək tərif eləsin və bir növ onun əlindən qurtarıb gəldi mənzilinə. Çarpayının üstə uzandı. Hər nə qədər cəhd elədi, gözünə yuxu gəlmədi. Bu halda gördü qapını döyürlər. Mirzə Mahmud başını qalxızıb dedi. Kimsən? Buyur. Qapı açılıb, arvad rolları ifa edən Suraxanski daxil oldu. Salam əleyküm Mirzə, deyəsən yatmışdın, səni narahat elədim. Yox, yatmamışdım. Nahardan sonra bir qədər kəsabət basmışdı. Bir xırda uzandım. Buyur əyləş. Suraxanski əyləşdi, soruşdu. Söylə görüm, məni çox söyübsən ya az? Mirzə cavab verdi ki, hələ bir şey yazmayıb. Bu gecə yazıb, sübh aparıb idarəyə verəcək. Suraxanski dedi. Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən ya tərif edəcəksən, sənin işindir. Mən xatircəməm ki, sən məni söyə bilməyəcəksən. Çünki mən səsdə oxuyanı və mənim tək artisti indiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə buyursun oxuşaq. Elə sənin özündən xəbər alıram. Kimin hünəri var mənim kimi oynasın? Hansı məşhur xanəndə Qaryağdı oğlundan başlamış mənim kimi zəngola vura bilər? Söz yox ki, yazanda insafı arada görəcəksən. Mən heç vaxt sənə demərəm ki, məni tərif elə. Belə təvəqqi ancaq mənə əskiklik gətirib mənim şənimə toxunar. Bura gəlməkdə mənim məramım başqa idi. Budur. 1 ildir ki, məndən 50 manat əl borcu alıbsan. Bilmək istərdim ki, o pulu nə vaxt verəcəksən? Pul çox lazım olduğuna görə gəlib səni narahat elədim. Təvəqqi edirəm, sabah düzəldib verəsən. Mirzə Mahmud söz verdi ki, bir növ düzəldib versin. Suraxanski qalxıb əl verdi və dedi. Xudafiz Mirzə Mahmud. Dübarə təvəqqi edirəm, çalışıb düzəldəsən. Çox lazımdır. Yoxsa istəməzdim. Xudafiz. O ki qaldı operetta, nə yazarsan özün bilərsən. Suraxanski getdi. Mirzə Mahmud çox sevindi ki, sabah şənbədir. Qəzetə çıxmayacaq. Tənqidi bir növ dəyişdirmək mümkündür. Suraxanskinin də sözünə gülüb dedi. Sən öləsən 1 ildə məndən pul istəməyəcəksən. Hər dəfə mənə işin düşəndə bu borc məsələsini ortalığa salırsan. Bir yandan nahar və 3 manat nəqd, bir yandan döyülmə qorxusu, bir yandan 50 manat borcun istənilməsi Mirzə Mahmudu tənqidi dəyişdirməyə məcbur elədi. Sübh tezdən idarəyə gəlib, mürəttibdən xəbər aldı, bildi ki, hələ tənqid düzülməyib. Köhnə yazdığını alıb bir ayrı varaq kağız verib dedi. Bunu düz. Yekşənbə günü İftira qəzetəsində operetta xüsusunda belə bir tənqid çap olunmuşdu. Teatr və musiqi. Göbəyin Ağdələmə. Keçən gün cümə axşamı ən gözəl bir tamaşaya nail olduq.
Haman gecə Sahil Cəmiyyətinin opera artistləri tərəfindən bizim milli musiqi nəvsimiz cənab Cibgir bəy Xərguşovun təzə qələm aldığı 3 pərdəli Göbəyin Ağ Dələmə adlı operettası səhnə tamaşaya qoyulmuşdu. Operettanın məzmununu yazmaqdan vaz keçib, hər bir görməyənə bu gözəl operettanı hökmən gedib görməyi tövsiyə edirik. Şənidən keybüvət, manəndi didən. Eşitmək ara, görmək ara. Bunu deyə bilərik ki, operettaya tamaşa etdikcə milli teatromuzun, musiqimizin tərəqqisini gün kimi aydın görüb ürəkdən şad olurduq. Yaşasın milli opera, yaşasın milli musiqi nəvsimiz cənab Xərguşov. Operettanı daha da gözəlləşdirən artistlərin kəmali həvəs və məharəti ilə oynamaqları idi. Cəmaatın operettadan məmnuniyyəti bir payədə idi ki, əgər artistlər haman operettanı haman gecə təkrar edəydilər, yəqin hamı əyləşib yenidən məsruriyyət ilə dinlərdilər. Artistlərdən cəmaatın diqqətini cəlb edən söz yox ki, səhnəmizin zinəti və fəxri olan Qudurğanov cənabları idi. Artistin hər bir hərəkəti cəmaat tərəfindən ciddi alqışlanırdı. Elə ki, üzün məşuqəsinə tutub bu sözləri oxudu. Göbəyin ağ dələmə, görmüşəm düymələmə. Di qoy, di qoy. Di qoy məni yar öldürsün. Gözləri xumar öldürsün. İxtiyarı var öldürsün. Teatroya bir gürültü düşdü ki, az qaldı divarlar uçub tökülsün. Cəmaatdan Baqqal Kərim, Çaqqal Rəhim, Saqqal Səlim o qədər əl vurdular ki, axırda hər üçün ürəyi gedib yıxıldılar. Onları faytona qoyub evlərinə apardılar. Biz indiyədək səhnələrdə çox operalar və operettalar görmüşük və məşhur artistlərə qulaq asmışıq. Amma ürəkdən deyə bilərik ki, rolları ifa edən Suraxanski cənablarının səsi tək heç bir səhnədə, hətta Rus səhnəsində də səs eşitməmişik. Bu artistin oxumağı oynamağından və oynamağı oxumağından qalmaz idi. Teatrodan çıxıb evə qayıdan vaxt cəmaatdan bu sözlər eşidirdik. Aya, Qudurğanovsuz və Suraxanskisiz teatroya getməkdə bir ləzzət olarmı? Həqiqət bu iki vücud teatromuzun zinətləridir. Qalan artistlər hamısı bəqədri məqdur rollarını keçirdirlər. Xor həmçinin layiqi təhsin idi. Tənqidi tamam edib, Sahil Cəmiyyətindən bu növ operettaların tez-tez səhnəyə qoyulmasını gözləyirik və Xərguşov cənablarından da bundan gözəl təsnifat yazıb səhnəmizi müzəyyən etməsini ümid edirik. Acından təbib. Şuşa və İrəvan arasında düşən bir qəzaya Zəngəzur qəzası deyirlər. Bu qəzanın çox yerləri dağlıq və əhalisi də kürdlərdir. Əhalinin peşəsi qaramal saxlayıb, yağ, pendir satıb ondan güzəran etməkdir. İlin 8 ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ancaq 4 ay yollar şənliyorlar. Aran tərəkəmələri qoyunlarını ora yaylaq apararlar. Alışverişçilər dəstə-dəstə gedib kürdlərdən yağ, motal, yun alıb satış üçün Qarabağa gətirərlər. Kürdlər həmçinin gəlib şəhərdən özləri üçün qış tədarük apararlar. Kürdlər dünyadan uzaq bir yerdə yaşadıqlarından pula qiymət qoymazlar və pulun hesabını da bilməzlər. Xüsusən arvadları. Yağı, pendiri, dəyər dəyməzinə, cürbəcür aşın malına, sabuna, güzgüyə, saqqıza və habelə şeyləri dəyişərlər. Odur ki, ora yağ, pendir almağa gedən bir atı, güzgü, üskük, ucuz üzük, saqqız və sair bu ənva şeyləri ilə yükləyib yola düşər və qayıdan vaxtı bir at yükü lətif, kəhrəba kimi yağ gətirər. Bu sətirləri tacirlərimizin ittilayı üçün yazıb keçirən mətləbə. Bir gün may ayının ortalarında iki yoldaş, mən və Kərbəlayı Məhəmməd yağ almaq niyyəti ilə bir qədər çərçi malı götürüb Zəngəzur tərəfə rəvan olduq. Turşusu adlanan bir yerə çatdıqca acılıq bizə əl verdi. O yan bu yana baxıb bir ev qaraltısı da olsun görmədik. Pənah pərverdigara deyib bir qədər də yol getdik. Zarıslı kəndinə çatanda gördük kəndin ətrafında tərəkəmə köçü düşüb. Köç tərəfə yeriş edib biraz çörəkdən süddən istədi. Alaçığın qabağında istirahət ilə uzanmış bir oğlan başını qalxızıb dedi. Atam, keçin gedin. Heç adımız yoxdur.
Sizin kimi çərçinin gündə mini gəlib köçün yanından ötür. Hər birinə bir kasa süd versək, gərək özümüz ac qalaq. Bu halda bir qoca kişi əllərini o yan bu yana sürtərək alaçıqdan çıxdı. Baxdım ki, kişinin gözləri kördü. Söhbəti dəyişib soruşdum. Əmi, çoxdanmı gözlərin tutulub? Bala, 2 aydan biraz artıq olar. Məlumdur, çılpaq tədbirli olar, xüsusən ki, qarnında tərs toy çalına. Kərbalay Məhəmmədi səslədim. Kərbalay Məhəmməd, sən həkimliyini burada işlətməyib harda işlədəcəksən? Bir gəl əmminin gözlərinə bax. Kərbalay Məhəmməd atdan düşüb qocanın müqabilində əyləşdi və mahir təbib kimi onun gözlərinə baxmağa başladı. Cavan oğlan yerindən cəld sıçrayıb, üzünü Kərbalay Məhəmmədə tutub dedi. Ay sənin başına dönüm, sən həkimsən? Kərbalay Məhəmməddən qabaq mən cavab verdim. Bəli, çox adlı göz həkimidir. Belə həkim nəinki Firəngistanda, İranda da tapılmaz. Oğlan kəm etinanlıqdan dolayı bizdən üzr istəyib getdi alaçığa. Sonra alaçıqdan bir nəfər üzü örtülü gəlin çıxıb alaçığın yaxınlığında ocaq qalayıb su ilə dolu qara avtofanı qoydu ocağa. Məlum oldu ki, bizim üçün çay tədarükü görülür. Həkim gəldiyini eşidib köç əhli tamam bizim başımıza cəm oldu. Kərbalay Məhəmməd diqqətlə qocanın gözlərinə baxıb dedi. İnşallah tezliklə gözləri açılar, amma gərək bir qədər qara qoyun quyruğu olsun. Cavan oğlan çobanı çağırıb buyurdu. Bir qara erkək kəsin. Çoban getdi. Kərbalay Məhəmməd mənə dedi. Sən də get mən dediyim nəbatatdan cəmət gətir. Buyur. Get gətir. Bir qədər giyahi mahi, bir qədər bərgi dirəxtani səbz, biraz türünci qarğab. Baş üstə deyib yürüdüm səhraya və əlimə düşən ələviyyatdan bir dəstə yığıb gətirdim. Kərbalay Məhəmməd mənə bir həvəng verib buyurdu ki, ələfiyyatı bir parça quyruqla, həl döyüm və bir qədər də xurcundan saqqız çıxardıb atdı həvəngin içinə. Əşya dürüst əziləndən sonra Kərbalay Məhəmməd onu bir parça bez üstə yaxıb yapışdırdı qocanın başına və tapşırdı ki, gözləri açılınca zamata əl vurmasınlar. Qabaqca bizə çay verdilər. Üstündən qara qoyunun kababından doyunca yeyib bir şaqqa da yol azuqəsi götürüb atları dəydik. Yol uzunu Kərbalay Məhəmmədin həkimliyindən və mənim qoçaqlığımdan danışıb gülürdük. Bu fəqəridən 2 ay yarım keçdi. Kürdlərlə alış-verişimizi qutarıb qaydırdıq. Yolumuz yenə haman yerdən düşdü. Yaxınlaşanda evin kənarında bir sürü qoyun və qoyunların yanında bir qoca kişi əl ağaclı durmuş gördük. Bu qoca biz müalicə etdiyimizə çox bənzəyirdi, amma gözləri açıq idi. Qocanın gözlərinin açılmağına çox təəccüb elədik. Kərbalay Məhəmməd atını irəli sürüb dedi. Əmi salam əleyküm. Şükür olsun Allaha, gözlərin açılıb. Kişi başını qaldırıb, oğul kimsən, dedi. Mən sənin gözlərinə müalicə eləyən həkiməm. Elə bil dünyanı qocaya verdilər. Atam sənə qurban, ay həkim. Anam sənə qurban, ay həkim. Nə yaxşı mənim əlimə düşdün. Mən gecə-gündüz arzu eləyirdim ki, yolun bir də bura düşsə xəcalətindən çıxardım. Buyur gedək evə. Kərbalay Məhəmməd istədi getməsin. Qoca əl çəkməyib bizi apardı evinə və layiqincə qonaq elədi. Bir kök qoyun bağışladı və o gecə də evində qonaq saxladı. Axşam cəmaat başımıza cəm oldu. Hər kəs bir növ ilə Kərbalay Məhəmmədin həkimliyini tərif eləyirdi. Kərbalay da özün çəkib əyləşib, İranda padşahın anasının gözlərinə müalicə etdiyindən danışırdı. Mən də onun danışdıqlarını təsdiq edirdim. Çox söhbətdən sonra qocanın oğlu dedi. Həkim, Allah sənin atana rəhmət eləsin. Səni bu cəmaata çox görməsin. Sən ki, mənim atamın gözlərini sağaltdın. Amma bircə dərdimiz var. Atamın başına yapışdırdığın zamat qopmur. Necə eləyək? Kişinin papağını götürəndə gördüyü saqqız layiqincəyə suvanıb başına və tükləri bezi deşib bir-bir çölə çıxıblar. Kərbalay isti su istəyib zamatı istatdı. Saqqız isti suda əriyib daha möhkəm yapışdı. Gördü ki, heç əlac yoxdur, bez kişinin başından qopmayacaq. Kərbalay dedi.
Bu dərmanın başında qalmağının əziyyəti yoxdur. Bir müddət qalar, sonra özü qopub düşəcək. Hamıdan Allah atanıza rəhmət eləsin eşidib atlarımıza minib yola düşdük.